ومن أحسن قولا ممن دعا إلى الله وعمل صالحا وقال إنني من المسلمين. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Əziz və hörmətli qardaşlar, ilk öncə Allah Subhanahu wa Ta'ala'ya həm sənalar olsun. Allah Ta'ala bizi bir daha özünü zikr etməyə, özünü öyrənməyə müvəffəq elədi. Ramazan ayından sonra bir daha bir yerə toplandıq. Rəbbimiz üçün, onun dinini öyrənmək üçün və biz buna görə nə qədər Allaha təriflər desək də, sənalar etsək də azdır. Allah Taala özünü təriflədiyi kimidir və çalışıb. Ona görə Allaha çoxlu şükürlər etməliyik. Bu müvəffəqiyyətə görə, bu nemətə, xeyrə görə. Əziz qardaşlar, daimi olduğu kimi ən birinci tövsiyə odur ki, insanın elm öyrənməyi və elm məclisinə olan diqqəti, hərisliyi daimi insanın önündə olmalıdır, gözünün önündə olmalıdır və daimi insan çalışıb Allahın dinini öyrənməyə çalışmalıdır, can atmalıdır. Buna səhlənkarlıq, tənbəllik etmək olmaz. Çünki biz deyirik ki, elm nədir əziz qardaşlar? Allahı öyrənib tanımaq, Peyğəmbəri sallallahu aleyhi və səlləmi öyrənib tanımaq və İslam dinini də dəlilləri ilə öyrənib bilməkdir, tanımaqdır İslam dinini. Yəni, kör-körane dinimizi yaşamırıq. Bəsirət üzərində, elm üzərində biz dinimizi dəlilləri ilə öyrənirik. Və insan belə olanda çaşbaşlıq içində qalmır. Şək-şübhə, zənn içində olmur. Bəsirət üzərində yaşayır dinini. Əziz qardaşlar, elm öyrənmək bilirik ki, vacibdir hər bir müsəlmana. Vacibdir. Qadın kişi olsun, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, hədisində Talabul ilmi faridatun ala kulli muslimin. Buyurur ki, elm tələb etmə hər bir müsəlmana fərzdir. Yəni, qadın olsun, kişi olsun, cavan olsun, yaşlı olsun, hər bir kəs elm üzərinə düşəcək vacib elmi öyrənməlidir. Təvhiddir, iman məsələsidir, əqidə məsələsidir. Əhkamlardan o gündəlik yerinə yetirəcək ibadətləri, vacib olan ibadətləri öyrənməsi insana vacibdir. Hər bir müsəlman. Çünki gündəlik ibadətlər eləyirik, əziz qardaşlar. Gündəlik ibadətlər eləyir və bunu da öyrənmək lazımdır. Dəlilləri ilə öyrənməlidir hər bir müsəlman. Çünki bu gündəlik qarşılaşdığımız ibadətlərdir və hər gün yerinə yetirdiyimiz namaz ibadətidir ki, 5 dəfə hər gün namaz qılırıq. Və bu namazdan əvvəl namazın şərtləri var. 9 şərti var namazın. Və bu 9 şərti də çalışıb neynəməlidir? Hər bir müsəlman öyrənməlidir. Dəlilləri ilə. Dəlilləri ilə öyrənib və hətta namazı qılanda doğru düzgün səhih ibadət etmiş olsun. Və Rəbbinə bəsirət üzərində ibadətini yerinə yetirsin. Kör-körənə təqlidlə yox, ondan bundan eşitdiyi ilə yox, yəni zənlə yox, dəqiqliklə, elmlə. Elm də Quran və sünnədir. Quran və sünnədir. Və bunu da Quran və sünnəni, əziz qardaşlar, sələf-i salihin fəhmi ilə, onların dərk etdiyi, anladığı formada öyrənmək lazımdır. Yəni, hər kəsin özünə məxsus dərrakəsi var, başa düşməsi, anlaması var. Belə yox. Yəni, biz bu Quran və sünnəni onların başa düşdüyü kimi. Çünki onlara kim çatdırıbdır? Yəni, sələf deyəndə kimdir? Peyğəmbər sallallahu aleyhi ve selləmin sahabələri, tabinlər və ətba tabinlər, hansı ki, o 3 nəsil ki var, qızıl nəsil deyilir. Onlar
Peyğəmbər sallallahu əleyhi və səlləmə yaxın olanlardır və ondan sonra gələn nəsillə Peyğəmbər sallallahu əleyhi və səlləmə yaxın olanlar olanlara yaxın olanlardır və onlardan sonra gələnlər də eyni. Onlar təmiz ərəblər olublar. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin ətrafında olan sahabələrin hamısı demək olar ki, bir neçəsini çıxmaq şərti ilə. Yəni Quran və sünnəni onlar daha yaxşı başa düşürlər. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin yanında vəhy nazil olanda onlar orada iştirak eləyiblər, görüblər, canlı formada. Və belə asanlıqla onlar oradan Peyğəmbər sallallahu əleyhi və səlləmdən götürüblər və o özlərindən sonraki nəsilə bunu ötürüblər. Və bu elm, əziz qardaşlar, necə olubdur? Məclislərdə. Sahabələr Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin məclisində, tabinlər də sahabələrin məclisində və ətbə tabinlər də onlardan sonra gələn 3-cü yüzillikdə olanlar da tabinlərdən olan alimlərin məclislərindən bax belə götürüblər. Bir-birlərinin ağzından eşitməklə. Yəni, elm bərəkətli olmağını istəyirsənsə də, öyrəndiyin elmin bərəkətli olmağını istəyirsən, onun məclisdə və əhlindən götürməlisən. Əhlindən. Yəni, insanı sabit qalmaq səbəblərindən də birisi budur. Elm əhlindən götürürsən və elm məclislərində iştirak eləyərək götürürsən. Çünki elm məclislərində iştirak etmək Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin tövsiyəsidir. Və ən bərəkətli də budur. Yəni, asan, insan birbaşa yerindən, mənbədən götürür. Və insan elm məclisində olanda fikri o qədər yayınmır. Amma yəni başqa vasitələrlə, düzündə əlhamdülillah ki, Allahın neməti asanlaşdırıbdır. Başqa vasitələrlə, yəni insan yazılıb sonra da ötürülmə vasitəsilə də, yəni canlı olaraq da belə də olur. Və yaxud da yazılır sonra da, yəni sosial şəbəkələrdən götürmək olur. Amma yenə də ki, məclisdəki eyni kimi hasil olmur. Çünki məclisdə elm məclisində mələklər iştirak eləyir. O məclisə Allahın rəhməti, sükunəti nazil olur. Və orada oturan hər bir şəxs üçün mələklər Allahdan bağışlama diləyirlər. Və məclisdən qalxanda da mələklər deyirlər ki, qalxın, artıq sizin bütün günahlarınız bağışlandı. Başqa bir rivayətdə isə buyurur ki, günahlarınızın yerini savablar tutdu, deyir. Yəni ki, elmi əhlindən və məclisdə götürmək lazımdır. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə etmiş. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləmə Cəbrail əleyhissalam gətirəndə, vəhiy gətirəndə nə olubdur? Birbaşa Cəbrail əleyhissalamdan Peyğəmbər sallallahu əleyhi və səlləm görüşərdi. Birbaşa Peyğəmbər sallallahu əleyhi və səlləmə çatdırardı və Peyğəmbər sallallahu əleyhi və səlləm də ondan eşitdiklərini sahabələrə çatdırardı, deyərdi. Və sahabələr də Peyğəmbər sallallahu əleyhi və səlləmin məclislərində iştirak etməyə həris olublar, can atıblar. Yəni birbaşa nə eləsinlər, əziz qardaşlar, Peyğəmbər sallallahu əleyhi və səlləmin öz ağzından eşitsinlər. Belə olubdur, yəni. Və bundan sonra da tabinlər də nədir? Sahabələrdən və ondan sonra o bax beləcənə gəlib çatıbdır. Yəni elə əvvəlcədən Quranın yazılmamasının səbəblərindən də birisi budur. Yəni ki, nə eləyər? Onlar oturardılar, əzbərləyərlər Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin ağzından əzbərləyərdi və digərinə danışardılar və eləcənə onlar da elə əzbərləyərdi. Yəni gedim kitabı açım, oxuyum, əzbərliyim belə deyirdi. Yəni birbaşa Peyğəmbər sallallahu əleyhi və səlləm məclisində iştirak edib əzbərləyərdi. Təsəvvür eləyin ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə Qaf surəsi nazil olur və Peyğəmbər sallallahu əleyhi və səlləm cümə xutbəsinə qalxır. Xutbədə Qaf surəsini oxuyur cümə xutbəsində. Düşür cümə namazını qılmağa. Eləcənə xutbə Qaf surəsindən ibarət olur. Əvvəlindən axırına kimi oxuyur və sahabə deyir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin ağzından Qaf surəsini mən cümə xutbəsindən əzbərlədim, deyir. Oradan xutbədən əzbərləyir və yaddaşında saxlayır və sonraki insanlara danışır. Və ümumiyyətcə, yəni, o vaxtları Quranı əzbərləmək, yəni müəllimin yanında əzbərləmək, yəni müəllim danışardı, onlar da təkrarlayır. Danışardı, təkrarı, bax, bu formada təkrarlamaqla Quranı əzbərləyərdilər və yaxud da hədisi əzbərləyərdilər. Bu formada olardı.
Ona görə o ilkin dövrdə, yəni ki, buna ehtiyac duyulmadığına görə və belə asan olduğuna görə, çünki belə daha rahatdır. İndi biz əzbərləyirik, Quranı bax götürüb əzbərləyirik, bəzən görsən səhv eləyirsən, insan öz əzbərləyəndə səhv eləyir. Hələ təcvid səhvlərini demirəm, bəzən görsən ki, hərəkələrdə səhv olur, hərflərdə səhv olur. Yəni, çünki bəzən insan elə bil ki, öz dediyini, bəzən yəni ki, səhv dediyini hərdən birdən anlaya bilmir, tuta bilmir öz səhvini. Öz səhvini tuta bilmir. Amma qarşıdaşı başqa birisində danışanda, hətta o qarşındakı danışdığın adam müəllim olmasa da belə, normal Quranı üzündən oxuyan olsa da belə, baxır və yaxud da əzbərində olsa o surə, o asanlıqla səni nədir? Səhvini tuta bilir. Və onu görə də elə olubdur əvvəlki vaxtda. Əvvəlki vaxtda elə olubdur ki, yəni bu deyərdə o təkrar olur. Deyərdə indi ki, bax, balaca uşaqlar ki var, hərf bilməyən. Hərf bilməyən uşaqlar nətər əzbərlədirlər? Deyirlər, çoxlu təkrar deyir, uşaq da təkrarlayır onu. Deyir, təkrar, baxsan ki, o götürsən, Quran kitabını qabana qoysan, hərfləri bilmir. Amma görürsən ki, nə qədər çoxlu surələr, ayələr əzbər bilir. Bəli, qulaq asmaqla, tələqqi ilə, təlqin etməklə də, yəni bu ağızdan deyir, o da onu eşidir, təkrarlayır. Bax, beləcənə əvvəl də elə olubdur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin məclisində iştirak eləyərdi hər kəs, ağzından çıxdığını artıq nə eləyərdi? Yadında saxlayardı. Yadında saxlayardı. Və Peyğəmbər sallallahu aleyhi ve sellem hərəkətlərindən, deyiş tərzindən, onlar onu başa düşərdilər. Sözün mahiyyətini, mənasını, nə qəsd etdiyini. Bu da indi də elədir. Yəni, müəllim danışanda nə qəsd etdiyini insan artıq bir adamla çox müəllimin dərsində gəlib iştirak eləyirsə, bir dərsdən, 2 dərsdən sonra artıq müəllimin qəsdini başa düşə bilir. Ona görə, yəni ki, amma kitabda bəzən görsən belə tutmaq olmur. Yəni, kitabda insan öz hərəkətlərinlə, yəni ki, bu şeyləri bir üzə verə bilmir də. Amma yəni ki, canlıda isə bu, birbaşa iştirak etməklə bu nə olur, əziz qardaşlar, hasil olur. Bu hasil ola bilir. Ona görə, inşallah ki, elmi, əziz qardaşlar, nə etmək lazımdır? Məclisdə, mənbədən, əhlindən götürmək lazımdır. Buna can atmaq lazımdır. Elm məclislərində xeyir bərəkətli var. Elm məclislərində mələklər iştirak edir. O məclisi mələklər axtarırlar. Və əziz qardaşlar, bilmək lazımdır ki, bu mübarək məclisin özünə məxsus ədəbləri var. Bunun da ədəblərini ən yaxşı vəsf eləyən hədis Cəbrail əleyhissalamdan, Cəbrail hədisi deyilən bir hədisdir. Hamımızın bildiyimiz, eşitdiyimiz, hansı ki Müslimin Ömər radiyallahu anhudan rəvayət etdiyi hədisdir ki, bir gün biz Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında oturmuşduq. Tanımadığımız bir nəfər bizim yanımıza gəldi. Ağappaq paltarda, qapqara saçları, heç kimin tanımadığı, üstündə də səfər əlaməti də yox idi. Çünki səfərdən gələn adamın istər-istəməz, yəni hansısa da yəni paltarının qırış olmağındanmı və yaxud da ki, ola bilsin səfərdən gələn adam istər-istəməz müəyyən vaxt məsafət getdiyinə görə ola bilsin tərliyirmi, ya bədəninin isimi və yaxud da əyninə geyindiyi paltarmı, ya üstündə başında toz, torpaq o vaxtki ilə indiki fərqlidir də, yəni çöllükdə yol gedərlə, atla, eşəklə, dəvə ilə çox fərqlənərdi. Və gəlir Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin, fikir verin, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin yanında oturanda, Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında necə ədəblə oturur Cəbrail aleyhissalam. İnsan qiyafətində gəlir, sahabələrdən birinə oxşayan qiyafətdə gəlir və Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında gəlir, oturur, əlini dizin üstünə qoyur belə. Və sakitcənə başlayır Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə suallar vermək, ədəblə. Yəni bu sahabələrə bunu öyrətməkdir. Elm məclisinin ədəblərini öyrətməkdir. Görün, heç kim danışmır orada. Heç kim danışmır. Və Peyğəmbər sallallahu aleyhi ve sellemə sual verir. İlk sual İslam barəsində olur. İslam nədir? Və Peyğəmbər sallallahu aleyhi ve sellem İslamı başa salır, yəni deyir İslam nə olduğunu və deyir ki, düz dedin. Və deyir, biz təəccübləndik.
Biz təəccübləndik. Yəni o deyir, özü soruşurdu, sonra da təsdiqləyirdi. Bu qəribədir də. Yəni ki, qəribədir ki, insan yəni bilmirsən, adam bilməyəndə soruşur da, biləndə nə soruşsan. Amma bizdən olsa, deyək ki, yekə kişisən, yəni sanki müəllimi imtahan mı eləyirsən, yəni şeyx imtahan eləyirsən və yaxud da alimi imtahan eləyirsən, bilirsən niyə soruşursan. Yəni, buna hərəkətdə eləyirsən, amma yox, sahabələr sakit dururlar. Tanımadıqları adamdır, gəlibdir və Peyğəmbər sallallahu aleyhi ve sellemə suallar verir. Özdə verdiyi suallar da ki, İslam, iman, ehsan və qiyamətin əlamətləri barəsində. Və fikir verin, həm sahabələrin davranışına, rəvayətdə gələn fikir versən, sahabələrin davranışına, həmçində Cəbrail əleyhissalamın Peyğəmbər sallallahu aleyhi ve sellem huzurunda oturub ona sual verməsinə, onun həmçinin davranışına. Və baxsaq, görsək ki, orada gəlir ki, deyir, üstü təmiz idi. Yəni, insan istər elm məclisinə, istər də xüsusən də məscidə gəlirsə, istər elm məclisi məsciddə olsun, məsciddən kənarda olsun, nə eləməlidir? Buna fikir verməlidir. Yəni, orada o elə belə deyilməyibdir. Elə belə deyilməyibdir. Yəni, çünki sən bura elm məclisinə gələndə, məscidə gələndə Allahın evinə geçsən, biz bu barədə məscidin ədəbləri barəsində danışmışıq. Elm məclisinə də gələndə Allah məclisinə gəlsən. Çünki orada Allahdan danışılır. Orada Allahın şərəfli, hörmətli mələkləri iştirak eləyir. Səni kimi başqa nədir? Salih insanlar iştirak eləyirlər. Ona görə insan nədir? Buna fikir verməlidir. Elm məclisinin ədəbləri çox mühümdür və biz çox eşitmişik ki, sələflərimiz deyərdilər ki, biz elm öyrənməmişdən öncə ədəb öyrənərdik. Sonra elm öyrənərdik. Yəni, insanın elm öyrənsin, ədəbsiz birisi olsa, ondan kimsə elm götürərmi? Yox. Yəni, o qədər elmi olsun ki, insanlar onun o ədəbi aşağı olarsa da, ədəbində zəif olarsa da, və yaxud da ədəbsiz olarsa da, yəni onun insanlara, yəni nə olsun ki, onun o qədər çoxlu elmi var. Və yaxud da, məsələn, deyək, Quranı əzbər bilir və mənasını bilir. Amma yəni ədəbində problem var. İnsanlar götürməzlər onu. İnsanlar götürməzlər. Yəni, bir dənə balaca bir qissəni misal çəkim. Şeyxlərdən birisi elə müsəlman ölkələrindən birinə səfər eləyir. Yəni, İndoneziya. Saudi Ərəbistandan bir nəfər İndoneziya gedir. Ora insanlara dəvət etmək üçün bir məclisdə oturanda ayaqlarını uzadır. Ayaqlarını uzadır, insanlar baxırlar ki, bu məclisdə oturubdur, yəni bu yekətdə, bu böyüklükdə bir şeyxdir, gəlibdir məclisdə oturub, ayaqlarını da uzadıbdır. Yəni sanki bu elm məclisinin ədəbindən deyil, özü xüsusən də müəllim adam. Biri var ki, sıravi birisi olsun, bir daha ki, müəllim kimi adam gəlib dərsdə oturur, ayaqlarını da belə uzadır. Yəni ki, buna elə bir ki, fikir vermirlər, da artıq küçümsüyürlər bunu. Yəni, şeyx də onudur. Qutarandan sonra deyir ki, yəni üzrlü hesab eləyin. Yəni mənim ayaqlarımda problem olur da. Elə olur ki, stol və ya da stul olmur, yerdən oturası olur və ayaqlarında qatlaya bilmir, bardaş qura bilmir. Yəni belə məcbur olub oturur. Məcbur olur, sonunda da üzrxahlıq eləyir ki, üzrlü hesab eləyin, yəni ki, problem var idi deyə belə ayaqlarımı uzatdı. Deyirlər şeyx, biz bunu əvvəlcədən deyərdi. Əvvəlcədən deyərdi, biz də yəni ki, belə baxdıqca bu niyə belə eləyir? Yəni biz fikir vermədik. Yəni ki, buna bax, yəni bu hələ ayaqlarını belə ədəbsiz adamdır. Bu nəyinə qulaq asacaq? Ədəbsiz adam nəyinə qulaq asılar? Ona görə gör, mühüm şeydir ki, insanlar bəzən belə şeylərə fikir verirlər. Yəni şeyx adamdır, elmli adamdır. Durub oradan ora gedir insanlara dəvət eləməyə, yəni bir dənə buna görə onu ədəbsizlik görüblər insanlar. Belə götürəndə əslində ədəbsizlik deyil də insandır. İnsan fikirləşə bilər ki, indi yaşlı adamdır, nəsə problemi var, amma yəni bir qism adam başa düşə bilər. Ola bilsin ki, bir çox adam bunu başa düşməsin. Yəni bu əgər belə bir şey varsa əvvəlcədən deməlidir. Yəni bu nə hansısa bir yolla və yaxud da üzrxahlığla deməlidir ki, üzrü hesab edin, yəni ki, yəni xəstəyəm, ayağım qatlanmır, bardaş qura bilmirəm, nəsə problemini deməlidir ki, insanlar başa düşsünlər artıq əvvəlcədən. Yəni bunu ədəbsizlik kimi hesab eləməsinlər. Və yaxud da kimsə də təqdim eləyirsə də onu desin ki, bax belə bir şey var.
və insanlar bunu ədəbsiz kimi, qeyri-adi kimi qəbul etməsinlər. Çünki belə şeylərə fikir verirlər insanlar. Və ona görə deyirik ki, əziz qardaşlar, həm müəllim, həmçinin nədir? Həmçində tələbələrin, orada iştirak edənlərin nədir? Ədəb məsələsinə fikir verməsi mühümdür. Bax, sahabələr Peyğəmbər sallallahu əleyhi və səlləm huzurunda olanda Cəbrayıl əleyhissalam arasında görürsüz, əvvəldən axıra kimi birinci səfər deyir, İslam barəsində soruşur, deyir, doğru dedin. Təəccüblənirlər. İkinci dəfədə iman barəsində soruşur, deyir, doğru dedin. Yenə təəccüblənir. Üçüncü səfər ehsan barəsində soruşur, yenə deyir, doğru dedin. Yenə heç kim neynəmir? Peyğəmbər sallallahu əleyhi və səlləm məclisində cürət eləyib, o danışan adamla bunun arasını neyləmirlər? Kəsmirlər, sözünü kəsmirlər. Yəni, insan gərək, kimsə də sual verirsə də, kimsə danışırsa da, başqa bir adam da yəni, bu neynəməlidir? Bu ədəbi qorumalıdır. Ədəbi qorumalıdır. Və həmçində müəllim danışırsa da, qıraqdan nədir? Müdaxilə edilməməlidir. Yəni, yalnız istisna ola bilər ki, unudarsa və yaxud da danışanda insan da səhv eləyərsə, yəni xətaya yol verərsə, onu düzəltmək üçün eyb etməz bu. Problem yoxdur. Bunu hətta xütbədə belə etmək icazəli. Hansı ki, xütbə vaxtı danışmaq nədir? Haramdır. Elm məclisi vaxtında kimisə də yerdən danışması, qeyri hərəkət etməsi haram deyil. Sadə ədəbə ziddir bu. Amma xütbə vaxtı imam xütbə verərkən insanların yerdə o xütbəni dinləyənlərin danışması nədir? Haramdır konkret. Olmaz danışmaq. Yalnız istisna hallar var ki, amin deməkdir, Peyğəmbər sallallahu əleyhi və səlləmə salavat deməkdir. Bir də nədir? Yəni ki, xütbə verən adam səhv eləyərsə, xəta eləyərsə də və yaxud da unudarsa, necə ki, namazdaşı kimi unudun tamamlamaq kimi, bunda yəni ki, bu istisna hallar xaric. Yəni bu elm məclisində isə nədir? Elm məclisində də insan nə etməlidir? Sakit durmalı. Necə ki, sahabələr Peyğəmbər sallallahu əleyhi və səlləm huzurunda sakit durardılar. Hətta Peyğəmbərimiz sallallahu əleyhi və səlləm sahabələr hansı ki, o yaşayan ki, daimi Mədinədə qalanlar Peyğəmbər sallallahu əleyhi və səlləmin oturanda yəni onu çoxlu suallar verməzdilər. Yəni müəllimi yükləmək kimi də, yəni ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mən sizi nə qədər ki, tərk elədiyim müddətdə siz də məni tərk eləyin. Yəni, görürsünüz ki, danışmıram. Yəni ki, sakit durmuşam, siz də yəni ki, danışmayın. Onlar nə vaxt sevinərdilər? Kənardan başqa bir adam gələrdisə. Yəni, bədəvimi və yaxud da bir müsafirmi, dinini öyrənməyə gəlir, başqa bir kənddənmi, başqa bir qəbilədənmi, şəhərdənmi öyrənməyə gələndə artıq onlar sevinərdilər ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə kimsə indi nəsə soruşacaq, biz də bunun vasitəsilə öyrənərik. Bunu fürsət bilədir. Yəni, bu ədəbləri insan fikir vermək lazımdır. Fikir vermək lazımdır ki, hətta öyrəndiyi elmdə, əziz qardaşlar, fayda olsun. Fayda olsun. Belə, yəni ki, beləcənə də insan buna fikir verərsə, hər təzə gələn adam da görür ki, artıq orada oturan insanlar sakit dururlar, qulaq asırlar, dinləyirlər, o da bundan təsirlənir. Və bir də əziz qardaşlar, fikir vermək lazımdır ki, burada danışılanlar əfsanədir, hekayədir. Yox, Allahın kəlamları danışırlar. Allah barəsində danışır. Yəni, insan necə ola bilər ki, Allahın kəlamı danışıldığı yerdə, mübarək sözlər danışıldığı yerdə o sözləri neynəsin, kəssin, müdaxilə etsin. Yəni, bu ədəbdən kənar bir şeydir ki, yəni, sakit, təmkinlə, aramla, yavaş-yavaş, səbirlə dinləməlidir. Yəni, indi kimsə deyə bilər ki, yaddaşım, yəni sual əmələ gəldi, yarandı dərs əsnasında, danışıq əsnasında. Bunda ya yadında saxlamalıdır, ya da ki, nədir, qeyd eləməlidir. Və kağızda, və yaxud da telefonunda qeyd etməlidir. Qeyd etməlidir ki, yəni ki, sual dərsdən sonra və yaxud da danışıqdan sonra sual verilsin. Yəni ki, onda yaranan o sual ki var, ziddiyyət ki, o aradan qalxsın. Amma dərs əsnasında çalışıb nə etmək lazımdır? Müəllimin danışığını kəsmək düzgün deyil. Ən birincisi, müəllimdən də əvvəl, yəni o danışılan kəlama hörmətsizlikdir. Yəni, biz belə deyirik, biz bəzən insan elə başa düşməsin ki, kimsə də özünü yəni ki, müdafiə etmək üçün yox. Qarşıdakı dinləyən insanları, əziz qardaşlar,
Yəni səni təmizə çıxartmaq üçün, səni hədəflə tutmaq, Allahın kəlamı ilə səni hədəfli tutmaq üçündür. Yoxsa sən məsəl üçün deyək ki, lap belə deyək ki, lap biraz açıq danışır. Sən mənim sözümü kəsdinsə, bir insan da deyək ki, mən də heç bu məsələdə bir xətrimə də dəymir. Yəni sən mənə hörmətsizlik deyil, bəlkə heç mənim xətrimə dəymir. Yəni Allahın kəlamına, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisinə olan hörmətsiz. İnsan onu ən birinci fikirləşməlidir. Müəllimdən öncə, danışandan öncə, fərqi yox, müəllimdir, şeyxdir, alimdir, kimsə də danışırsa, dəvətçidir. Ondan öncə fikirləşməlidir ki, yəni mən o danışılan söz ki var, onu kəsirəm, ona qarşı hörmətsizlik eləyirəm. Və bu söz də nədir? Vəhiydir, ya Quran ayəsidir, ya hədisdir. Yəni orada dindən danışılan hansısa da bir qaydalardır, usullardır. Yəni ki, mən buna müdaxilə eləyirəm, mən buna mane oluram. Yəni insan bunu fikirləşməlidir. Və sonra da yəni ki, müəllimi fikirləşir ki, bəli, təbii ki, bu adam əziyyət çəkir, gəlir, oturur, danışır, hazır biz qulaq asırıq. Yəni onu da yəni ki, nə eləmək lazımdır? Yəni necə ki, orta məktəbdə, universitetdə oxumuşuq, görmüşük, yəni ki, bu təbii ki, lazımdır. Yəni ki, ədəb qaydaları, həmçinin də müəllimə hörmət olmalıdır, əziz qardaşlar. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, sahabələr, Peyğəmbər sallallahu əleyhi və səlləm, ondan sonra gələn tabinlər də, əziz qardaşlar, sahabələrə hörmət qoyar. Və beləcənə nədir? Bərəkət hasil olur. Yəni, ağız deyəmizdə belə bir sözdür, ağız deyəni qulaq eşidir. Yəni, hər kəs bir tərəfdən deyəndə, həm ola bilsin, müdaxilə olanda da insanların fikri yayınır. Və yaxud da müəllimin, ən çox da müəllimin fikri yayına bilər. Ona görə danışsın, müəllim danışsın, geçsin. Nəsə də ola bilsin, unutsa, yəni və yaxud da mövzu ilə əlaqədar kənar bir sual əmələ gəlsə, onda artıq nədir, dərsdən sonra, danışıqdan sonra artıq yəni, sual üçün vaxt qalırsa da və yaxud da artıq açıq məclis elan olunursa da, onda yəni ki, yenə də bunda da əziz qardaşlar, hər bir kəs müsəlman qardaşına da yəni ki, hörmət qoyaraq da bir sakitcənə nə etməlidir? Suallarını verməlidir və bir də çalışıb yəni ki, elə eləməlidir ki, başqa qardaşın da haqqına girmək kimi, yəni çalışsın, bacarsın, bir dənə, iki dənə test sualını versin, yəni o birisinə də yer saxlar. Gördü, artıq yoxdur, yəni özünün, yəni ki, ikinci ya üçüncü sualını. Adam var ki, bir də görsə 5 dənə sualla gəlir, yəni kimsə də tələsir, qardaşdır. Bəlkə onun sualı nədir? Bundan daha mühümdür, daha mühümdür. Neynəsin, yəni ki, yer qoysun ki, yəni, o da sualını versin. Axırda görür ki, bu oturub burada gözləyə biləcək. Yəni ona da yəni artıq hamı qutarandan sonra sualını versin də yəni. Çünki o yəni elə olsun ki, hamıya çatsın. Yəni bu ədəblərə riayət etmək lazımdır. Yəni ki, ədəblər mühümdür. Mühümdür. Yəni ki, bizim elmimizdə bərəkət olmasına görə və həmçinin də bir-birimizə hörmət qoymağımıza görə, əziz qardaşlar. Əziz qardaşlar, sonra da edəcəyim tövsiyə odur ki, artıq Ramazan ayı keçdi, getdi. Ramazan ayından sonraki aydayıq, Şəvval ayındayıq. Və Şəvval ayında da, yəni ki, Ramazanın Rəbbi, əziz qardaşlar, hər şeydən öncə bilmək lazımdır ki, Ramazanın Rəbbi də başqa ayların Rəbbidir. Biz Ramazan nədir müsəlmanı və yaxud da bizdə belə bir şey, cümə müsəlmanı yox. Bütün günlərin müsəlman olmaq, bütün ayların. Bəli, Ramazan ayının özünə məxsus üstün özəlliyi var, təsiri var. Ümumən abu-hava, insanlarda olan, yəni ki, bu aya olan hörmət, bəli, fərqlənir. Bu fərqlənməlidir də. Amma yəni ki, insan Ramazandan sonra başqa aylarda tamam böyük formada olması, yəni imanının düşməsi, xüsusən də yəni ki, Allah qorusun, yəni asiliklərə yönəlməsi artıq bu Ramazandakı olan ibadətlərdə ixlasın zəif olmasına dəlalət eləyir. Yəni biz sələflərimiz çox gözəl qayda qoyublar. Böyük mövsümlərdən sonraki, o mövsümlərdə edilən ibadətlərin qəbul olunması barəsində. Yəni həzdən sonra istəyirsən ki, biləsən ki, həccin qəbul olunubdur, həzdən əvvəlki və sonraki halına baxsan. Ramazanda da eləcənədir. Bəli, biz bilə əhl-i sünnənin etiqadına görə iman artır, azalır. İnsan
yəni ki, imanı çətin olur ki, daimi yuxarı saxlasın, iman azalır. Yəni bəzən görsən, yəni ki, qalxır, itaətlə artır, asiliklər, günahlarla azalır. Amma yəni bunu qoruyub saxlamaq lazım. Yəni bunu insan özünə də nədir? Bəhanə bilməməlidir. Bəhanə bilməməlidir ki, bəli, artır, azalır. Bəs bilir, artır, azalır, bu qaydədir, bəli. Amma yəni ki, bunu özünə bəhanə bilməməlidir. Ramazan çıxdı, artıq yəni ki, amma yəni ki, Ramazan çıxdı, o Ramazanda olan ibadətləri, itaətləri qoruyub saxlamaq lazımdır. Onu saxlamaq lazımdır və bunu saxlamağa da sənin ixlasına dəlalət edir. Yəni sən o deməkdir ki, Ramazan müsəlmanı deyilsən. Yəni təkcə Ramazanı, Allahı Ramazanda tanımısan, bütün aylarda tanıyırsan, Allaha bütün aylarda ibadət edirsən. Xüsusən də fərz əməllər, yəni ki, xüsusən də 5 namaz ki var, gündəlik yerinə yetirdiyimiz, onu çalışırsan ki, yəni başqa vaxtlarda da məsciddə qılasan, cəmaatla qılasan, cəmaata həris olasan. Ramazan ayından sonra az qardaşlar, Şəvval ayı gəlir. Şəvval ayında da ediləcək ibadətlərdən də, yəni bilinən hamımızın bildik ki, Şəvval ayının 6 gün orucudur. 6 gün oruc da Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Müslimdə gələn Əbu Əyyub Əl-Ənsari radiyallahu anh'ın hədisində buyurur ki, kim Ramazan ayının orucunu tutar, sonra Şəvvaldan da 6 gün ona əlavə edərsə, o sanki bir il oruç tutmuş olur. Yəni bir əməlin 10 mislində savabı vardır. Yəni minimum bir əməlin, yəni etdiyin hər hansı bir yaxşılığın minimum 10 savabı var. Yəni bu da 30 gündə nə eləyir? 300, 6 gündə 360 eləyir. Yəni hələ artıqlamasından olur ki, yəni 355 gündə, yəni hicri ilə. Yəni orada artıqlamasından olur. Bəli. Bu Ramazan ayını əziz qardaşlar tutandan sonra çalışıb, həmçində bu insanın ixlasına dəlalət edir ki, insan fərz əməlindən sonra nafilə əmələ gəlmək. Yəni ki, bizim Şəvval orucunu tutmağımız məcburuq, vacibdir. Yox. Bu tatavvudur, könüllüdür. Kim istəyir tutur, kim istəyir tutmaz. Amma fərzdən sonra, yəni bu, amma fərz əmələ biz məcburuq axı, tutmalıyıq. Bizə bu fərzdir. Necə ki, ayədə gəlir. Sizdən əvvəlkilərə əmr olunduğu kimi, fərz edildiyi kimi sizə də fərz edilir, əmr olundu. Bunu tutmalıyıq. Yalnız yəni istisna insan xəstədirsə, bu başqa məsələ. Yəni üzr olan şəxslər istisnadır. Amma Ramazan ayı tutma, amma Şəvvalda yox. Sən fərzdən sonra nafiləyə qacirsənsə, deməli sən sadiq insansan, sən ixlaslısan. Sən bunu tutmaya da bilərsən. Yəni həmən əməlin öz cinsindən olan, yəni sən fərzdən sonra da buna qadirsənsə də deməli nə eləyirsən? Yəni sənsə bu oruc əməlini sevirsən. Və sələflərimiz də nə eləyərdi? Bunu çalışıb Şəvval ayının əvvəlində tutardılar. Nəyə görə? Deyirlər, həm insanın yəni bədəni vərdiş etməyinə görə. Bax, fikir versə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Şaban ayında əziz qardaşlar oruç tutardı çoxlu. Niyə? Bədənini alışdırmaq üçün, vərdiş elətdirmək, Ramazana hazırlıq üçün. Yəni Ramazandan sonra da dərhal insan bayram gününün sabahı, yəni və yaxud da birisi günüsündə tutursa da artıq bunu, artıq bədən öyrəşibdir. İnsanın canı bunu öyrəşibdir. Asan olur. Çox fasilə verəndə biraz ola bilsin çətinlik yaransın. Xüsusən də indi günlər uzanmağa doğru gedir və yaxud da istiləmə doğru gedir. Amma yəni ki, ümumən Şəvval ayının orucunu Şəvval ayının əvvəlindən birinə çıxmaq şərti ilə, bayram gününə çıxmaq şərti ilə, bayram günü oruç tutmaq haramda olmaz. Heç bir oruç tutmaq olmaz. Nə orucu olur olsun, fərqi yoxdur. Kəffarədir, nəzirdir, fidyədir, nə olsun, nə oruç tutursansa tut. Yəni ki, həmən o gündə, bayram günlərində oruç tutmaq olmaz, haramdır, icma ilə. Ondan sonraki gündə artıq sən Şəvval ayının orucunu nə eləməlisən? Bacarırsan, çalışırsan, istəyirsənsə də tuta bilərsən. Düz Şəvval ayının axırına kimi. İstədiyin günə də sala bilərsən, əziz qardaşlar, istədiyin gündə orucu, yəni 6 günü, şərt deyil ki, ardıcıl 6 günü bir dəfənə tutasan. Yaxşıdır, bəli, belə eləməyin yaxşıdır, xüsusən də yəni Ramazan orucuna yaxın qutarandan sonra, bayramı ötürəndən sonra, çünki Ramazan bayramı, fitr bayramı bir gündür, amma Qurban bayramı isə belə ümumilikdə 4 gündür.
3 gün yarımda, yəni Zilhiccənin 10-u, 11-i, 12-si, 13-ü. 13-ü, yəni məğribə kimi artıq məğribdə 14-ü olur. Yəni belə ümumən götürəndə belə yəni 4 gün eləyir. Amma Ramazanda 1 gündür. Yəni bir günü ötürdünsə də artıq növbəti günündə orucu tuta bilərsən. Yəni deyirəm ki, 6 günü tutmaq, ardıcıl tutmaq şərt deyil. Vacib deyil. İstəyən insan yəni ki, bir dəfənə tuta bilər, rahat olsun deyə. İstəyən də yəni ki, Allah birinci, dördüncü günü salıb tutmaq olar. Bəzi qardaşlar, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bunu belə buyurmasında təhcənə, yəni bir ilin orucu hikməti deyil. Yəni bir il, bəli, bu savab budur. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ümmətini həmən o əməldən sonra yenə də oruca qaytarması o orucun necə əzəmətli, böyük bir əməl olmağını bildirir. Allah yanında necə üstün olmağını bildirir. Bax, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin yanına sahabə gəlir, deyir ki, Allah Rəsulü, mənə yaxşılıq etmək üçün bir əməl, Allaha yaxınlaşmaq üçün bir əməl buyur. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, oruç tut. Deyir ki, yenə də tövsiyə elə. Deyir ki, oruç tut. Deyir ki, Allah Rəsulü, yenə də tövsiyə elə. Deyir ki, oruç tut. Çünki onun tay bərabəri, bənzəri yoxdur. Biz elə Ramazan ayında da demişik. Çünki oruc elə bir ibadətdir ki, insan yatsa da oruçludur. Səhərdən axşama kimi sən ibadətdə olursan. Fikir ver, Ramazanı insan namazı qılanda 5 dəqiqə, 10 dəqiqə namazda olursan. Lap deyək, tək qılırsan 15-20 dəqiqə olsun. Amma insan oruclu olanda fərz orucu olsun, nafilə orucu olsun, səhərdən, sübh vaxtı girəndən məğrib namazına kimi insan ibadətdə olur. Yatsa da, oyaq qalsa da ibadətdə olur. Yəni, ona görə bu ibadətin Peyğəmbər sallallahu aleyhi ve sellem namaza demir bunu. Həccə demir, sədəqiyə demir. Onun da bəli özünə məxsus, elə sədəqənin özündən götürülmüş sıdq sözündən də, sədəqə sözü, sadiqlik. Yəni, bunun da özünə məxsus bir özəlliyi, üstün cəhəti var ki, bunun ta bərabəri, bənzəri yoxdur. Ona görə insan, yəni təxminin 12 saatdan çox eləyir, 13 saata yaxın, yəni ki, insan 13 saata yaxın yəni dayanmadan ibadət içindədir. Yəni, bu nafilə olsun, fərz olsun. Fərzsə də təbii ki, bir ay ərzində özdə. 5 gün, 3 gün, 10 gündə yox, nə deyil? Bir ay, yəni ki, insan hər gün, yəni 10 saatdan sonra, 12 saatdan çox ibadətdə olur. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem beləcənə bunu tövsiyə edir. Ramazandan sonra, yəni ki, bir daha oruca qayıtmağa. Həm bir il oruclu savabını qazanasan, ondan sonra da yəni başqa oruçları tutmasan da belə, əziz qardaşlar, yəni ki, elə bir il oruç tutmuş savabını qazansan, insan bir il oruç tutması çətindir, ağırdır. Hər kəs bunu eləyə bilməz insanlardan. Yəni, bir çox adamlar eləyə bilməz. Amma yəni ki, az bir əməllə bir çox insan çox savab əldə eləyir. Yəni, sonra da insan çalışır ki, birinci, dördüncü günün oruçlarıdır və ağ günlərin oruçlarıdır və həmçə qarşıdan gələn Ərafadır, sonra Aşuradır və beləcə oruçları tutur və Rəbbinə bu ibadətlərlə yaxınlaşır və günahlarına kəffarə olur və cəhənnəmdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, kim Allah üçün bir gün oruç tutarsa, o 70 il cəhənnəmdən uzaqlaşdırırlar yəni. Yəni, bir gün Allah üçün oruç tutmaq insanı nədir? 70 il cəhənnəmdən uzaqlaşdırır, əziz qardaşlar. Yəni, savabı da çoxdur. Yəni, ən azından dedi, hər bir salih əməlin 10 savabı var. Yəni ki, bir dənə sən, ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ağ günlərin orucu barəsində də buyuranda deyir ki, kim hər aydan 3 gün oruç tutarsa, sanki bir il oruç tutmuş kimidir. Yəni, 3 gün oruç tutanda, bir ona vurulanda, bir ayda da 3 gün oruç tutanda elə bir şey nə olur? 30 gün oruç tutmuş kimi olsa. Bunu da hər ay belə eləyəndə 300. Yəni, bir ildə, yəni ki, 12 ay beləcən. Yəni, həm buradan belə bir il savabını qazansan, həmçində oradan da bir ilin savabını qazansan. Yəni, bir ildə 2 il oruç tutmuş olsan. Bir ildə 2 il oruç tutmuş olsan. Yəni, biraz qəribə gəlsə də belədir. Necə ki, insan
Biz iftar məsələsində deyirik ki, bir insan bir gündə neçədən oruç tuta bilər, əziz qardaşlar? Bir dənə oruç tuta bilərsən də, sənin bir zanın var. Amma bunu 2-3 dənə də və daha çox 100 dənə, 1000 dənə, milyon dənə də etmək olar. Bunu nə iftar verməklə? İftar, yəni bir nəfərə yedizdirirsən özündən başqa, həmin günü sanki 2 dənə oruç tutursan. Eləcə bu da elədir, əziz qardaşlar. Hətta Aşura orucunda da Peyğəmbərimiz sallallahu əleyhi və səlləm təkcə Aşuranın bizə məlum olan fəzilətində deyir ki, bir il keçmiş günahlara kəffarədir. Başqa bir hədisdə isə, bəlkə bir çoxumuz eşitməmişik. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm başqa bir hədisində isə buyurur ki, Aşuranın fəziləti barəsində Aşuranın orucunu tutan sanki bir il oruç tutmuş kimidir. Buyurur. Bəli, səhih hədisdir. Yəni buradan da Aşuranın orucunu tutan, bir gün Aşura orucunu tutan, nədir? Sanki deyir, bir il oruç tutmuş kimidir. Bir gün Aşuranın, ona görə elə Aşura ilk dəfə buyurulanda fərz idi. Yəni biz bilirik ki, Ramazanın orucundan əvvəl Aşura orucu Peyğəmbər sallallahu əleyhi və səlləm ümmətinə əmr eləyir, bu vacib idi. Sonra Ramazan orucu vacib olanda, Ramazan orucu Hicrətin 2-ci ilində vacib olur. Baxın, birinci Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkədən Mədinəyə gələndə birinci il Ramazan orucu yox idi. Aşura orucu var idi, o da nə idi? Vacib idi. Yəni bir günü tutmaq idi o da. Bir gün tutmaq idi. Ona yəni bir gün tutmaqla nə olur? İnsan bir il orucunun savabını qazansın. Buradan da elə neçə elədir? 3 il. 3 il elədir. Bəli. Arafa orucu. Arafada indi o gəlməyibdi. Arafada gəlir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm kəffarə söz deyir ki, kim Arafa orucunu tutarsa bir il keçmiş və bir il gələcək günahlarına kəffarə olur. Yəni bunu da başqa tərəfdən yeri gəlmişkən hesablasaq, yəni nə eləyir? Orada Aşura da bir il keçmiş, Arafa da bir il keçmiş, bir il gələcək olanda necə hesablayacaqsan bunu? Yox. O oruç tutmaq məsələsi başqa, kəffarə məsələsi başqa. Ümumən, bəli, hər bir salih əməlin, əziz qardaşlar, günahların silinməsinə səbəbi var. Silinməsi, yuyulması, kəffarə olunması. Yəni, etdiyimiz hər bir salih əməl, əziz qardaşlar, həm savab yazılır ona görə, həmçinin də nədir? Günahlarımızdan bir qismi bağışlanır. O əməlin özü miqdarında və yaxud da insanın o ixlasına görə. Biz bu barədə keçmişik. Vasiyyət-i Suğra kitabında. Hətta kiçik salih əməllər belə böyük günahların bağışlanmasına belə təsir eləyir və kəffarə ola bilir. Biz bu barədə keçmişik, ətraflı dəlilləri ilə keçmişik bu barədə. Yəni bir insan qaydaq məsələyə Arafa orucunu tutursa, bir il keçmiş, bir il gələcək olur. Aşuranı da tutanda bir il keçmiş olur. Nədir? Bir ildə gələcək olur. Neçə dənə keçmiş oldu? 2 dənə. Kiçik günahları. Kiçik, təbii ki, kiçik günahları. Kiçik günahları. Elə bil ki, bir ildə 2 dənə oruç tutsan, Arafa ilə Aşuranı tutsan, 2 il keçmiş günahın bağışlanır. 2 il deyəndə, yəni ki, bir ildə üst-üstə 2 ildə, elə bil. Bir ildə üst-üstə 2 il. 2 il da arxaya doğru yox. Yəni 2024-2023 yox. 2024-də elə bir 2 qat bağışlanır. Belə. Çünki Aşura da özündən əvvəlki bir ili, Arafa da özündən əvvəlki bir ili. Belə. Yəni özündən əvvəlki indi 25-də, laf miladi ilə də 25-də nəyi? 24-dür. O da 24-dür. Yəni ondan qabaqçına sən hesablam üst-üstə gəlmirsən. Üst-üstə yəni bunu onun üstünə qoysan da belə. Ondan çıxmırsan belə. Və beləcə, əziz qardaşlar, insan yəni ki, oruç tutmağın bu həm fəzilətidir, həmçində beləcənə də həyatını yaşayır, çalışır ki, salih əməllərə həris olsun və Ramazan ayından sonra, əziz qardaşlar, salih əməllərə həris olmaq lazımdır və sələflərimiz Ramazandan 6 ay əvvəl dua eləyərdilər ki, Allah təala onları Ramazan ayına yetişdirsin, müvəffəq eləsin, orada ediləcək salih əməlləri və Ramazandan sonra da arxeyin əllərini, ayaqlarını uzadıb belə arxeyin mi olardılar? Çünki Ramazan ayında insan əziyyət çəkir. Yəni deyək ki, yuxusuna haram qatır, az yatım, çox oxuyum, çox ibadət eləyim. Yəni başqa vaxtı bəlkə gecə namazlarına yəni
qalxmır, amma Ramazanda neyinirsən, çalışırsan ki, təravih namazlarını ötürməyəsən. Çünki təravih namazının özünə məxsus da nədir? Savabı vardır. Yəni, bir il keçmiş günahlara kəffarədir. Və insan 5 namazın qalsa, Ramazan orucunu tutursa da, Ramazan gecələrində təravih namazını qılırsa, nə olur? Kimlərdən salih? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, siddiqlərdən və şəhidlərdəndir. Və qiyamət günü siddiqlərlə və şəhidlərlə bir yerdə olacağını buyurur. Yəni, belə olanda insan bu əməli buraxmır və yaxşı, bundan sonra da, Ramazandan sonra da insan bu etdiklərini hədər mi verər? Yox, yəni qoruyub saxlamaq lazımdır. Yəni, bu misal çəkirlər alimlər ki, bir nəfər elə bir ki, o xurcunu mu və yaxud da bu əlində apardığı, məsəl üçün deyək, kisəsi mi, bir tərəfindən elə bir deşiyi var, aşağıdan, yəni bir tərəfdən sən doldurursan, o tərəfdən də tökülə gedir. Yəni, belə olmamalıdır. İnsan ki, yəni, o yığdığı meşoxdur mu, yəni ki, bir tərəfdən deşik olub, tökə getməyəsən. Onda nə faydası olur ki, o nəyə doldurursan onu? Ona görə insan gərək təzdən də günahlara qayıdıb, xüsusən də ki, dillə olan günahlara. Bax, qiyamət günü Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hədisində buyurur ki, insan gələcək, birinə zülm eləyib, birinin haqqına giribdir, birinə söyübdür, savablarını götürüb paylayacaqdır artıq. Bir insan, əziz qardaşlar, bir insandan xoşu gəlməyəndə artıq onun barəsində neynir də? Xoşun gəlmədiyi, sevmədiyi adamlara sənin savabların paylanır. Yəni, insan dilinə hakim olsa, dilinə sahib çıxsa burada, özünü qorusa, savab əməlləri yığır bir tərəfdən də nə eləyir? Kimsə də qeybətini eləyir, kimsə arxasınca danışır, nəmmamlıq eləyir, söz gəzdirir, söyür, təhqir eləyir, aşağılayır və qiyamət günü də gəlir, nə olur? Bu etdiyi bu salih əməllər xeyirlər bunun əlindən alınır. Qalır müflis. Peyğəmbər sallallahu aleyhi ve sellem, bax, müflis hədisi, bax, budur, bax. Əsl müflis budur. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrdən soruşanda ki, müflis kimdir? Deyək ki, dinarı olmayan, pulu olmayan. Belə deyəndə ki, müasir sözlərdə bankrot olan adam. Bankrot olubdur, pulu heç bir şey yoxdur. Müflis olubdur. Əsl müflis bu deyil. Əsl müflis odur ki, insan dağlar boyda savablarla gəlsin qiyamət günü. Əziyyət çək, oxu Quranı, bir neçə dəfə xətm elə, sədəqə ver, təravih namazlarına dur, günüzləri az qal, axşamları da oyaq qal. Sonra da qiyamət günü gətir bu insanlara bunu payla. Özdəki kimə? Xoşun gəlməyən insanlara. Ona görə sərflərdən deyərdilər ki, əgər də qeybət edəsi olsaydım, nədə öz valideynlərimin qeybətini eləyərdim, yəni savablarım ona gedərdi. İnsan valideyni insan sevir axı, nə qədər də bəzən biraz yaxşı olmayanda, yenə də fitrətdən insan valideynini sevir. Yəni ki, da bunu ona verdiyimə neynərdim, öz valideynlərimə verərdim. Belə əziz qardaşlar, həm elm barəsində, həmçində Ramazandan sonraki olan tövsiyədir bu, əziz qardaşlar. Çalışaq Ramazandan sonraki vaxtımızı da neyniyək, səmərəli, faydalı keçərdək, çalışaq, yaxınlaşdıraq. Və belə bir söz deyir Şeyx Abdurazaq, qardaşlar dünənləri qrupda paylaşmışdı. Deyir ki, kun Rabbaniyyən və lə təkun Ramadaniyyən. Deyir ki, Rabbani ol, Ramadani olma. Yəni ki, Rabbani müsəlman ol, Ramazan müsəlmanı olma. Yəni, Rabbani müsəlman nədir? Əməli ilə elmi üstün olan. Rabbani o şəxsdir ki, Rabbani olan insan, əməli ilə elmi üst-üstə düşür. Əməli ilə elmi üst-üstə düşür. Amma Ramazan müsəlmanı olan, yəni ki, elə bir müsəlman olur ki, əməli ilə elmin üst-üstə düşsün. Elm al, əməl et. Ramazan müsəlmana, yəni Ramazanda gəlir nə eləyib? Ramazanda müsəlman olub, itaətdə, ibadətdə olub, sonrası Ramazandan sonra da yoxa çəkil. Yoxdur. Bu adam yoxdur piyasada. Yəni, məsciddə də yoxdur, cəmaatda da yoxdur, yəni, heç bir yerdə yoxdur, yoxa çəkildi. Yəni, Ramazanda peyda olur və yaxud da cümə günü peyda olur, Ramazandan sonra da nə deyir?
belə bir biz ixlas barəsində danışanda belə bir söz demişdik. İxlas barəsində danışanda nə demişdik? İnsanların içində olanda Allahın dostu, şeytanın düşməni, təhlükdə olanda isə Allahın düşməni şeytanın dostu olur. Yəni ixlaslı adam, yəni daimi, yəni insanların içində də, yəni fəal olduğu kimi, yəni təhlükdə də nə olmalıdır? Fəal olmalıdır. Biz danışmışdıq dərslərin birində ki, insan necə bilməlidir ki, ixlaslı olmağını necə bilməlidir? Onlardan da birisi odur ki, insanların içində fəal olduğu kimi, yəni ki, əməllərini çox göstərdiyi kimi, təhlükdə də nədir? Əməlləri çox olmalıdır. Əksinə təhlükdə insanların içində daha çox olmalıdır. Gizli əməllər daha çox olmalıdır. Bu sən ixlasına dəlalət edir. Yəni, insanların içində insanlar görür, axı, maşallah, nə qəşəng, təriflə. Amma təhlükdə olanda heç kim görmür, insan tənbəl. Tənbəl olur. Amma yəni sən bunu əgər artıq eləyirsənsə də bunu, deməli sən ixlaslısan. Yəni sən insanların tərifini güdmüsən. Həqiqətən ixlas əhlisən ki, təhlükdə çox eləyirsən bunu. Allah Taala'dan istəyirəm, Allah Taala bizə eşidib faydalanardan etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bundan sonra da bizi çoxlu Ramazan aylarına əmin-amançılıq, afiyyət üzərində bizi çatdırsın. Müvəffəqiyyət versin daimi. Allah Taala bizi özünü sevib, razı qaldığı əməlləri yerinə yetirməyə. Allah Taala'dan istəyirəm, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi daimi harada olursa olaq, qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizə burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem yanında bizi cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir. Və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanakallahumma bihamdik. Əşhədu en la ilahe illənt. Əstağfiruka və ətubu ileyh.